Ələm əhəd iləykum yə bəni Ədəmə ən lə tə'buduş-şeytanə innəhu ləkum aduvvun mubin. Allah bu ayədə sadəcə xəbərdarlıq etmir. Sanki inci, kədərli bir valideyn kimi bizimlə danışır. Məgər sənə deməmişdim ki, şeytan sənin düşmənindir? Məgər deməmişdim ona yaxınlaşma? Məgər deməmişdim ki, özünü incitmiş olacaqsan? Bu bir ananın övladına etdiyi xəbərdarlığı xatırladır. Məgər deməmişdim əlinlə toxunma? Məgər deməmişdim cızıdır? Məgər deməmişdim yanacaqsan? Və uşaq yanandan sonra ana ağlaya-ağlaya mən sənə deməmişdim, deyir. Bu ayə Allahın bizə nə qədər şəfqətlə yanaşdığını göstərir. Sanki deyir, ey insan, niyə məni dinləmədin? Niyə özünü mənim mərhəmətimdən məhrum etdin? Mən səni çağırdım, sən isə üzünü çevirdin. Niyə mənə imkan vermədin ki, səni qucaqlayım? Allah bizə belə nida edir. Vay olsun o küfrə. Niyə canım özünü mənim mərhəmətimdən uzaqlaşdırırsan? Mən səni sevirəm, mən səni yaratmışam. İstəmirəm cəhənnəmə gedəsən. İstəmirəm həyatın günahla soyuyub, mənasız və ruhsuz olsun. Allah nə qədər rəhim və şəfqətlidir. İnsan istəyir ki, qurban olsun belə bir Rəbbə.